Masallıdayım dostlar. Şəhər mərkəzində gözəl bir abidə gördüm. İstədim siz əzizlərlə paylaşım. Abidəni göstərməzdən əvvəl istəyirəm mövzunu özgüvənlə əlaqələndirim. Çox eşitmisiniz, psixoloqlar, təlimçilər, müəllimlər özgüvəndən danışır. Özgüvənli insanlar hədəflərinə daha tez çatırlar və s. Bəs bu özgüvəni necə əldə eləyək? Tarixinin dahi şəxslərini, parlaq simalarını tanıyan insanlar daha çox özgüvənli olurlar. Çünki onlar bilirlər ki, onların damarlarında, bax fonda gördüyünüz Şah İsmail kimi dahilərin qanları axır. Və bu dahiləri tanıyan yeniyetmələr, gənclər heç vaxt bayağı şəxsləri özlərinə kumir seçməzlər. Ona görə də bizim vəzifəmizdir ki, tariximizin dahi şəxslərini, parlaq simalarını fərq eləməz. Siyasətçi olsun, alim olsun, ixtiraçı olsun, idmançı olsun, gənclərimizə, yeniyetmələrimizə tanıdaq ki, onlar gələcək inkişaf yollarında hansı dəyərlərə sahib olduqlarını unutmasınlar. Hər birinizə uğurlar.